Birləşmiş Ştatlar Nikolas Maduronu ələ keçirəndən sonra dünya neft bazarında müəyyən bir çalxalanma baş verdi. Nəzərə alsaq ki, Venesuela dünyanın ən zəngin neft ehtiyatlarına malikdir. İndi hamını bir sual düşündürür. Görəsən sözügedən proses dünya ölkələrinə, Çinə, Rusiyaya və xüsusilə Azərbaycana necə təsir göstərəcək? Sizə də maraqlıdırsa, diqqətiniz burada olsun. Eldəniz müəllim, ötən gün biz dünya gündəmini zəbt eləyən bir hadisəyə şahidlik etdik. Nikolas Maduro Birləşmiş Ştatlar xüsusi təyinatları tərəfindən ələ keçirildi və bizə bu buraxılışda bu prosesin yaxın gələcəkdə, uzaq gələcəkdə iqtisadi təsiri maraqlıdır. İlkin olaraq gəlin ondan başlayaq ki, dünya neft bazarı üçün, ümumiyyətlə dünya iqtisadiyyatı üçün Venesuelanın əhəmiyyəti nədir indiki dönəmdə? Bilirsiniz, Venezuela deməli bu gün dünya neft ehtiyatlarında Rusiya planetin quru ərazisində hansı paya sahibdirsə, Venezuela da dünyada neft ehtiyatlarında həmin paydan daha artığına sahibdir. Belə ki, planetin 12,5% Rusiyaya sahibdir. Deməli, sahiblik edir Rusiya. Neft ehtiyatlarının isə 17-18%-nə məhz Venezuela sahibdir. Çünki 304 milyard barel həcmində təsdiqlənmiş neft ehtiyatları vardı. Bu, hələ hazırki vəziyyətdə təsdiqlənmiş göstəricilərdir. Əminliklə söyləmək olar ki, əgər geoloji kəşfiyyat işləri daha dərin gedərsə, daha müasir ABŞ texnologiyalarına ora tətbiqi baş verərsə, daha böyük ehtiyatların olduğunun biz şahid ola bilərik. Belə bir ortamda dünya üçün, enerji sektoru üçün Venezuela resurslarının çox böyük əhəmiyyəti vardır. Amma bu o demək deyildir ki, bugün ABŞ Venezuela neftinə əl qoyursa, artıq bu neft bazara çıxır dərhal, neft qiymətlərində kəskin enişlər olur. Yəni, bu o qədər də sadə proses deyildir. Əvvəla ona görə ki, deməli, Venezuelada bugün mövcud infrastruktur bərbad vəziyyətindədir. Yəni, bu həm öz bərbadlığını quyuların mövcud durumunda göstərir. Yəni, hasilat quyuları qənaət bəxş edici vəziyyətdə deyildir. İstismara yararsız vəziyyətdədir. Böyük əksəriyyəti nasoslar, kompresor stansiyaları, ixrac kəmərləri və digər infrastrukturlar bilavasitə bugünün tələblərinə uyğun şəkildə formalaşmamışdır. Bunun da başlıca səbəbi Venezuelanın sanksiyalar məncənəsində olması onların bu sahəyə investisiya yatırmasına imkan verməmişdir. Və hazırki məqamda isə bir il ərzində və yaxud da ki, il yarım ərzində bu tip problemlərin köklü həlli praktik olaraq mümkün deyildir. Yəni, məsələyə bu kontekstdən yanaşanda biz deyə bilərik ki, 2026-cı ildə Venezuela nefti neft bazarlarına kəskin şəkildə real təsir göstərməyəcəkdir. Təsir olacaqdır. Gözləntilərdən və proqnozlardan dolayı yaranan volatillik şəklində bu öz təsirini göstərəcəkdir. Amma il sonuna qədər Venezuela neftinin bazara çıxması, təklifin artıqlığı fonunda bir ciddi enişlər göstərməyəcəkdir. Enişlər olarsa, bu artıq 2027-dən sonraki dövrə əhatə edə biləcəkdir. Eldəniz müəllim, dünən deməli Donald Trump mətbuat konfransında açıqladı ki, artıq Birləşmiş Ştatların şirkətləri Venezuelaya cəlb olunacaq və həmin infrastrukturu müasirləşdirəcəklər. Söhbət neft infrastrukturundan gedir və biz bu açıqlamadan belə nəticəyə gələ bilirik ki, Donald Trump Venezuelada neft hasilatını artırmaq istəyir. Və nəzərə alsaq ki, Donald Trump bu addımı atacaq yaxın gələcəkdə və ondan sonrakı Birləşmiş Ştatlar rəhbərliyi bu kursu davam elətdirəcək. Əgər neft Venezueladan indiki həcmdə yox, daha çox həcmdə hasil olunarsa, o məqamda dünya bazarına, dünya neft bazarına hansı təsirlər ola bilər? Deməli, ilk növbədə qeyd edim ki, Amerikanın Enerji Məlumatları Administrasiyası var və bu administrasiyanın verdiyi 2025-ci ildə son açıqlamalarda Venezuela bugün 0,9 milyon barel həcmində gündəlik neft hasilatı həyata keçirə bilir. Və ABŞ-ın bugündən sonra bu infrastrukturun quruculuğu ilə bağlı real fəaliyyətə başlaması fonunda 2027-ci ilə 1,2, 1,3, maksimum 1,5 milyon barel həcmində neft hasilatı mümkündür.
Bunu edə bilərlər. Və nəzərə alaq ki, bu gün quyuların istismarını prosesin özü olaraq kompresor stansiyalarını və yaxud nasosları və digər belə deyək də texniki texnoloji avadanlıqları dəyişmək olsa da qısa müddətdə, yəni fiziki baxımdan daşında dəyişdirildi. Amma xətlərin dəyişməsi, ələxüsus da quyuların yenidən təmir olunması bu çətin və uzun zaman əmək sərf edən, uzun zaman itkisinə səbəb olan bir prosesdir. Yəni nə qədər vəsait qoyulsa da, hansı şirkət cəlb edilsə də belə, proses olaraq zaman alacaqdır və bu zaman bir ildən deməli aşağı zaman deyildir. Və bu kontekstdə mən qeyd edirəm ki, 2026-da belə bir şey olmayacaq. Amma 2027-dən sonra biz bəli, Venezuelanın bazarlara artıq neft təklif etməyinin şahidi olacağıq. Və bu halda 2027-ci ildə neft bazarlarında, deməli, qlobal bazarlarda neftin qiymətində Brent markalı neftiyə orta statistik göstəricisində bugün proqnozlaşdırılandan bir 5-7 dollar ucuz formalaşa bilər 2027-ci il üzrə, əgər Venezuela nefti bazara çıxacağı təqdirdə. Nədən bu qədər aşağı, yəni kəskin enişi mən gözləmirəm? Ona görə gözləmirəm ki, Venezuela nefti əslində bahalı neft deyil. Venezuela nefti dünyanın ən ucuz neftlərindən biridir. Tərkibində kifayət qədər kükürt vardır. Eyni zamanda deməli özlülük baxımından xüsusi çəkisi, yəni daha doğrusu yüksək olduğundan ağır neftdir. Yəni özlüyü yüksək olan neftdir. Məhz Amerikanın deməli bir göstəricisi var. API indeksi deyirlər. API indeksi 7-9, bəzi hallarda 10-a qədər artan bir göstəriciyə sahibdir bu neft və brend olaraq Merey nefti adlanır. Daha da çox Merey 16 adlandırılır. Merey nefti adlandırılır və bu bazarlara çıxdığı zaman da Brent markalı neftdən ortalama 12-15 dollar həcmində daha aşağı satılır. Bəzi risk faktorları məqamında isə bu daha ucuz satılır. Yəni bu neftin ucuz olması, özlüyünün aşağı olması məhz bazarlarda sonda Brent markalı və yaxud da Azerlight markalı neftin qiymətinin kəskin enişinə mən düşünürəm ki, hələ ki 2026-2027-ci illərdə imkan verilməyəcəkdir. Sonraki proseslərdə bu neftin hasilat həcmi artdığı zaman və bu artan həcmdən dolayı axı bunun birbaşa ixraca yönəldilməsi olarsa belə ucuz neftdir. Bəzi hallarda ixrac öncəsi bu ilkin emal prosesindən keçirir və yaxud da ki, ixracdan sonra bu emal prosesindən keçirsə, məhsulun qiyməti aşağı olur. İxracdan sonra, daha doğrusu əvvəl emal olunursa, bu artıq nefti bahalı neftə çevirir. Çünki bu proseslərin özü isə bilavasitə emal komplekslərinin də yenidən qurulması tələb olunur. Bugün Venezuelanı yenə də qeyd edəcəm, məhz ABŞ-ın enerji məlumatları administrasiyasının məlumatında əks olunur ki, Venezuelanın bu tip kompleksləri, yəni emal kompleksləri hazırda özünün 10% imkanını ortaya qoya bilir. Yəni faktiki 90% iflic vəziyyətində olan bir emal sənayesi də infrastruktur baxımından yaxşı vəziyyətdə deyil. Yəni bütün bunlar zaman alacaqdır. Zaman tamamlandıqdan sonra isə əlavə işlər və baha başa gələcəkdir. Və bu kontekstdə həcm baxımından yuxarı olarsa, amma qiymət baxımından keyfiyyətli neft deyil. Növbəti sualım Çinlə bağlı olacaq. Açıq mənbələrdən biz bilirik ki, Venezuela neftinin əsas alıcılarından biri məhz Çindir və böyük həcmdə kifayət qədər neft alıb bu vaxta qədər. Sizcə bugünkü proseslərin Çinə təsiri sırf iqtisadi cəhətdən necə olacaq? Əgər gələcəkdə bazara daha çox neft çıxarsa və daha ucuz olarsa, bu təbii ki, Çin üçün sərfəlidir və nəzərə alsaq ki, Çin iqtisadi cəhətdən Birləşmiş Ştatların indiki vəziyyətdə əsas rəqiblərindən biridir. Sizcə Birləşmiş Ştatlar buna imkan verəcəkmi? Çin daha ucuz neft əldə etsin deyə, yoxsa ümumiyyətlə Venezueladan Çinə gedən neftin qarşısını ala biləcəkmi Birləşmiş Ştatlar? Ümumiyyətlə indiki proseslərin yaxın gələcəkdə Çinə təsiri nədən ibarət olacaq sizcə? Bilirsiniz, əgər ABŞ Venezuelaya əl qoydusa, artıq
bilavasitə maraqlar baxımından da ABŞ-ın maraqlarından dolayı addımlar atılacaqdır. Əgər Venezuela nefti ABŞ-ın rəqibinin inkişafına bilavasitə təsir göstərəcəkdirsə, bu ixrac marşrutlarının dəyişilməsi hesabına və yaxud da ki, qiymətin yüksəldilməsi hesabına və yaxud da ki, təchizat zəncirinin qırılması hesabına deməli, məqsədə yönələcəkdir. Başqa sözlə, yəni bu gün sanksiyada olan Venezuelanın Çinə ixracı və sabah ABŞ-ın nəzarətində olan ixracatla eyni prosesləri biz görməyəcəyik. Tamamilə fərqli bir vəziyyət alınacaqdır və məqsəd olaraq ABŞ-ın məqsədi əgər qarşı tərəfdən bilavasitə o qədər satılacaqdır ki, onların inkişafı ABŞ üçün təhdidə çevrilməsin. Təbii ki, bir ölkənin inkişafı təkcə neft faktorundan, ithal etdiyi neftdən asılı deyildir. Amma bütün komponentlər baxımından biz bunu görürük. Məsələn, qeyd etmək istərdim ki, yaxın, məsələn, 3 il ərzində Venezuela bazara 3 milyon, gündəlik 3 milyon barel həcmində neft çıxarda bilər. Bu artıq neft bazarında ucuz olsa belə bir mənalı olaraq struktur şok effekti yaradacaqdır. Nəzərə alaq ki, təkcə Venezuela məsələsi deyil, ortada İran faktoru da var və kimsə qarantiyalaya bilməz ki, oxşar senari İran üzərində baş verməsin və yaxud da bir qədər fərqli senari, amma yekun olaraq İran neftinin Qərbin, Amerikanın istəyinə uyğun bazarlara çıxması. Belə olan halda bazarlar 5-6 milyon ton rahat şəkildə, daha doğrusu 5-6 milyon barel gündəlik rahat şəkildə təklif görəcəkdir. Və belə fonda neft qiymətləri şok yaşaya bilər. Və artıq o zaman biz bugün 60 dollar ətrafında müzakirə ediriksə proqnozları, biz artıq 50 dollar ətrafında biz qiymətlərdən danışa biləcəyik. Eldəz müəllim, biz bilirik ki, neft bazarında əhəmiyyətli paya həm də Rusiya sahibdir və nəzərə alsaq ki, Qərb ölkələri eyni zamanda Birləşmiş Ştatlar iddia eləyirlər ki, Rusiya-Ukrayna müharibəsinin deməli davam etməsinin səbəblərindən biri həm də Rusiyanın enerji resurslarından kifayət qədər gəlir əldə etməsi ilə bağlıdır. Bu prosesin, yəni Maduronun ələ keçirilməsinin dolayı və yaxud da birbaşa yolla Rusiyaya və Rusiya-Ukrayna müharibəsinə təsiri ola bilərmi? Ola biləcəksə hansı təsirləri olacaq? Biz birinci növbədə qeyd edim ki, yəni Rusiyanın müharibəni davam etdirməsinin əsas səbəblərindən biri onların enerji resursları deyil, məhz birincisi enerji resurslarıdır və böyük pay çəkiyə sahib olan odur. Bu bir mənalıdır. Digər bir tərəfdən, hazırda baş verən vəziyyət təbii ki, həm İran üçün, həm Rusiya üçün heç də yaxşı siqnal deyildir. Bilirsiniz, böyük güclər müəyyən planetin müəyyən hissələrində problemlərlə məşğul olanda, kimisə bunun böyük gücünü sərf edir, kimisə kiçik bir hissəsini sərf edir. Bütün hallarda, bütün istiqamətlərdə bərabər güc sərfiyyatı həyata keçirilmir. Bugün əgər ABŞ böyük ölçüdə diqqətini Venezuela verirsə, bir neçə aydan sonra orada olan vəziyyəti öz deməli, maraqları çərçivəsində tənzimlədikdən sonra planetin digər nöqtələrində bilavasitə öz diqqətini artıracaqdır, dırnaq arasının diqqətini artıracaqdır və bu artım təbii ki, həm Rusiya üçün, həm İran üçün bir mənalı şəkildə risklər yaradacaqdır və Rusiya neftinin əgər gələcəkdə İran nefti kimi, daha doğrusu Venezuela nefti kimi bazara çıxmaq şansı olarsa, bu artıq bir mənalı şəkildə bazarlar üçün bu gün barəsində ehtimal edilən şoklardan daha böyük şoklar yaşada bilər. Çünki Rusiya, Amerika Birləşmiş Ştatları və Səudiyyə Ərəbistanı dünyanın ən çox neft hasil edən və ixrac edən ölkələrindən olurlar. Yəni ehtiyat ola bilər. İranın ehtiyatı, Venezuela'nın ehtiyatı, eyni zamanda ABŞ-ın ehtiyatı, bunların kifayət qədər ehtiyatı var. Amma ehtiyatları çıxartmaq vəsait tələb edir. Və təbii ki, əgər Rusiyaya da sanksiyalar götürülərsə, Rusiya tərəfindən və yaxud da digər ölkələr tərəfindən bu istiqamətdə investisiyalar cəlb edilmək də Rusiyanın hazırda
hasilat həcmlərini artırmaq olar. Amma bütün hallarda 2022-ci ilin əvvəllərində olan Rusiya ixrac həcmləri və Rusiya enerjisinin qlobal bazarlarda təsirini hesab edirəm ki, heç biz 2030, 2033, 35-ci illərə qədər də görə bilməyəcəyik. Ən azı ona görə ki, hazırda infrastruktur dağıdılmış vəziyyətdədir. Ələxüsus da qaz infrastrukturundan birini misal çəkmək olar ki, məsələn, Şimal axını 1 və Şimal axını 2 Baltik dənizinin dibində partladılmış, dağıdılmış qaz boru kəmərlərinin həcmi bilirsiniz nə qədər idi? Bugün Azərbaycan, biz fəxrlə Azərbaycan qazını Avropa ixracından danışırıq. Tapın ötürücülük gücü illik 10-11 milyard kubmetr həcmindədir. Amma deməli Şimal axını 1 deməli 2 borudan ibarət idi. Hər biri 27,5 milyard kubmetr idi. Yəni Şimal axını ilə 55 milyard kubmetr qaz ixrac olunurdu Avropaya, ələxüsus da Almaniyaya. Şimal axını 2 ilə də eyni ilə. Yəni Şimal axını 1 və 2 bir il ərzində 110 milyard kubmetr qaz ixrac edirdi. Yəni bugün Azərbaycanın Avropaya ixrac etdiyi qazdan 10 dəfə çox və o borular partladılmışdı. Onların təmin edilməsi də düşünürəm ki, mümkün deyildir. Mümkünsüzlüyə bərabər mümkündür, əgər mümkündürsə. Çünki artıq korroziya var, partladılıb, turbalar dolub və s. və ilaxır. Zaman və xərc baxımından daha böyük vəsaitlər tələb edir. Yəni hazırki vəziyyətdə ABŞ-ın özünün enerji bazarında hasilat həcminin yuxarı olması, getdikcə nüfuz dairəsinin artması, yerli sahibkarların, yəni ABŞ sahibkarlarının maraqlarının müdafiə olunması və eləcə də ucuz enerji əldə etmək istəyində atdıqları addımlar bu ehtimalı artırır ki, qarşıdakı dönəmlərdə də artıq yüksək neft qiymətlərinin biz şahid ola bilməyəcəyik. Eldəniz müəllim, Rusiya və Birləşmiş Ştatlar qədər olmasa da biz bilirik ki, Azərbaycan da dünyaya neft ixrac eləyir, neft hasilatı ilə məşğuldur. Bu səbəbdən mən bilmək istəyirəm, Maduronun Birləşmiş Ştatlar tərəfindən ələ keçirilməsi Azərbaycan neftinə, Azərbaycan neft ixracına və ümumiyyətlə Azərbaycana hər hansısa təsir göstərə bilərmi? Bilirsiniz, Azərbaycan neft hasilat həcmi və neft ixrac həcmi qlobal bazarlarda satılan neftlə müqayisədə çox kiçik bir paya sahibdir. Bu baxımdan bunun birbaşa təsiri olmayacaqdır. Ümumiyyətlə, qlobal dünyada yaşanan şokların Azərbaycan neftinə və Azərbaycana təsiri, böyük təsiri, ən əsas təsiri bilavasitə bazarlarda neft qiymətlərinə göstərilən təsir fonunda baş verir. Məsələn, 2022-ci ildə Rusiya-Ukrayna münaqişəsinin başlaması ilə Azərbaycan tarixində ilk dəfə, bəlkə də sonuncu dəfə olacaqdır ki, bu illər ərzində, yaxın 5 il ərzində deyərdim, deməli, qazdan əldə etdiyi vəsait, neftdən əldə etdiyi vəsaitə bərabərləşmişdir. Çünki 240 dollar ətrafında satılan qaz 3000 dollardan artığına satılırdı. Yəni, qlobal şoklar neft bazarlarına, qaz bazarlarına mənfi və yaxud da müsbət təsir edə bilir və Azərbaycana da bu kontekstdən təsir edir. Əgər bugün, məsələn deyək də, belə bir A, B deməyək, bir C ssenarisi deyək ki, məsələn, ABŞ elə bir monopoliya qura bilər ki, neft yataqları üzərində. Venezuela neft yataqlarını ələ keçirə bilər, İran neft yataqlarını ələ keçirə bilər, Rusiya neftinə böyük ölçüdə sahiblənə bilər, qarşıdakı 3-4 il ərzində digər mexanizmləri vasitəsilə. Artıq ehtiyatların böyük xüsusi çəkisinə sahib olan Amerika dünənə qədər neftin ucuzlaşmasının tərəfdarı idisə, bugün neftə sahib əsas deməli ölkə olaraq, nəzarət edici ölkə olaraq o daha çox neftin baha satılmasının marağında ola bilər. Bu halda isə təbii ki, ölkəmiz üçün bunun da müsbət təsiri vardır. Eldəniz müəllim, bu mənim sonuncu sualım idi. Təşəkkür edirəm efirə qoşulub bütün suallarımızı cavablandırdığınız üçün. Buyurun, xoşdur. Görüşərik inşallah.